Salam, hörmətli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün ölkəmizdə növbəti 3 gün üçün vacib hava xəbərdarlığı var. Milli Hidrometeorologiya Xidməti mayın 12-dən 14-ədək hava ilə bağlı rəsmi məlumat yayıb. Əsas məlumat belədir. Mayın 12, 13 və 14-də, xüsusilə günün ikinci yarısında Azərbaycanın dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntı qısa müddətli, intensiv xarakter daşıya bilər. Yağıntı zamanı şimşək çaxacağı və dolu düşmə ehtimalı da yüksəkdir. Yağıntıların təsiri ilə çaylarda su səviyyəsinin artacağı, bəzi dağ çaylarından qısa müddətli sel və daşqın keçməsi istisna olunmur. Hansı rayonlar daha çox risk altındadır? Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Zaqatala, Balakən, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Şuşa və digər dağlıq ərazilər. Bu rayonlarda yaşayan və ya həmin ərazilərə səyahət edən vətəndaşlarımız xüsusi diqqətli olsunlar. Təhlükəsizlik tövsiyələri: sel təhlükəsi olan çay yataqlarından, dərələrdən və dağ yollarından mümkün qədər uzaq durun. Güclü yağış və dolu zamanı avtomobil sürməyin. Açıq havada olarkən şimşək təhlükəsinə qarşı diqqətli olun. Ən son və rəsmi məlumat üçün meteo.az saytını və Milli Hidrometeorologiya Xidmətinin sosial media hesablarını izləyin. Hava şəraiti tez-tez dəyişə bilər. Ona görə də aktual proqnozları mütəmadi yoxlayın. Bu xəbəri ailənizə, qonşularınıza və dostlarınıza paylaşın ki, hamı xəbərdar olsun. Videolu bəyənməyi və kanala abunə olmağı unutmayın. Yeni hava proqnozları və xəbərdarlıqlar üçün bildirişləri aktiv edin. Sağlam qalın, diqqətli olun. Görüşənədək.